Salamlar. Bugün transfer söylentilərindən danışacağıq. Türk klublarında yazılan, daha doğrusu 4 böyüyə yazılan transfer söylentilərindən. Kanala abunə olmağı, videolar atmağı unutmayın. Çünki izləyiciləri yarısından çoxu kanala abunə deyil. Hazırsınızsa başlayaq. Federico Chiesa, Galatasaray. İtalya medyasında Galatasarayın Chiesa ilə maraqlandığı iddialar dolaşır. Süreyyətli birə-bir oyun sevən biri Süper Liga üçün tam bir şov futbolçusuzdan sevilə bilər. Hakim Ziyech, Fenerbahçe. Bu futbolçu əvvəllər Galatasarayda oynayıb, indi isə adı Fenerbahçe'yə yazılıb. Ziyech adı yenidən Fenerbahçe ilə yanaşı çəkilir. Xüsusilə Avropa təcrübəsi səbəbindən bu iddia sosial mediada çox danışılır. Amma gerçəkçi görünmür, çünki Fenerbahçe'nin bu mövqedə çox alternativi var. Artur Melo, Beşiktaş. Beşiktaş üçün orta sahədə oyun quran axtarışı var deyilir. Bu səbəbdən Artur Melo adı tez-tez gündəmə gəlir. Və Zaha, Galatasaray'a geri dönüş iddiası. Zaha ilə bağlı yenidən Galatasaray sualı yenə gündəmdədir. Hələlik ad soyad səviyyəsində bir iddiadır. Bu arada səsim yağı edirsə bundan üzr istəyirəm. Hazırda elə bir otaqdayım ki, otaq bomboşdur demək olar. Və bu video mənim 7-ci yoxlama videomdur. Yəni 7-ci videodur. Bunu paylaşmışamsa şükür eləməliyəm. Bu arada videolar həftədə bir gələcək. Narahat olmayın. Endombele, Trabzonspor. Trabzonsporun güclü Avropa görmüş orta saha istədiyi deyilir. Bu səbəbdən Endombele adı siyahlarda dolaşır. Endombele də əvvəllər Galatasaray formasını tərlətmişdir. Amma çox tərlətmişdir. Çox həddindən artıq tərlədib bu oyuncu. Sergio Aguero, Beşiktaş. Sağcıların müdafiəsi üçün Beşiktaşın Aguero ilə maraqlandığı iddia olunur. Təcrübə baxımından tam Beşiktaş tipi deyənlər çoxdur. Əslində sağda Taylan Bulut, Gökhan Sazda deyə çox oyuncu var, amma bu adda yazılır. Alexis Sanchez, Fenerbahçe. Bəli, ad böyüdür. Yaş faktoruna baxmayaraq Alexis Sanchez adı Fenerbahçe ilə yanaşı çəkilir. Reallaşarmı? Bəlkə hə, bəlkə çətin. Yaşayıb görərik. Ancaq gələ də bilər. Gəlsə görə eləyəcək. Hossam Avar, Galatasaray. Orta sahədə yaradıcılıq problemi üçün Avar iddiası var. Fransa mətbuatında adı bir neçə dəfə keçib. Keçək Avropaya. Dominik Szoboszlai, Türkiyə iddiası, amma aşağı ehtimal. Bu ad daha çox sensasiya səviyyəsidir. Amma transfer siyahısında Türkiyə variantı da belə hallanıb. Baxın, bir daha deyirəm, bunların hamısı söylənti, sabah hamısı silinə bilər, amma futbol gündəmi belə yanaranır. İndi söz sizdə. Hansı ad sizə gerçək ola bilər? Hansı isə tam bir fantaziyadır? Şərhlərə yazın. Videonu bəyənin, kanala abunə olun. Növbəti videoda görüşərik. Sağ olun. Salamat qalın. Bu arada sizə bir məlumat verim. Mənim 3-cü kanalım, eleştiri kanalım var. Gedib ona da abunə olmağı unutmayın. Yəni əsas kanalıma keçib orada işbirliklərində görəcəksiniz. Bəlkə burada da işbirliyi eləmişəm, görəcəksiniz. Yəni çox işbirliyi eləmişəm. Gedib orada da abunə olmağı unutmayın. Bu kanal hardasa yaxlaşıq 1 aylığı var. O biri kanal isə 10 gündür qaçmışam. Kanalları inkişaf elətdirək. Və siz eleştiri sevənlərdənsinizsə gedib o videonu izləməyi unutmayın. Çünki gerçəkdən də kalitəli içəriklər çıxarıq və məşhur insanlarla işbirlikləri ilə həmin kanalda gələcək. Yəni unutmayın, gedib baxın.